Hazırki dövrdə kişilərin xarici görünüşü sizə onların sağlamlığı haqqında nə deyir? Ümumiyyətlə uzun saçlar qadın enerjisidir. İndi deyə bilərsiniz ki, Ülkər xanım, əgər qadın enerjisidirsə niyə öz saçlarınız qısadır? Buna səbəb təcili olaraq 40 dərəcə istidə bildiyiniz kimi Almaniyada kondisionersiz, yəni nə evlərdə, nə xəstəxanalarda kondisioner yoxdur. Bir saat ərzində yəni bu qərarı verib saçımı kəsmişəm. Və tarixdə də uzun saçlı kişilərimiz olub. Amma biraz dərindən araşdırsaq görürük ki, məsələn Leonardo da Vinci gözəl əsərlər yaradıb. Mona Lisa yəni çox məşhurdur, amma onun şəxsi həyatı ilə maraqlananda görürük ki, həqiqətən orada qadın enerjisi biraz yüksəkdir. Yəni yaratmaq varsa, zaten orada qadın enerjisi var. Və testosteron saçları tökər. Hətta testosteronu yüksək olan qadınlarda saç tökülməsi olur. Tam əksi estradiol qadın hormonu isə qadını gözəlləşdirər. Məsələn, hamilə qadınlarımızda istər dərisində, istər saçında gözəlləşmə olur. Elə bir dövrə gəlib çatmışıq ki, saçı olan kişilər olmayan kişiləri kompleksə salır. Və nəticədə saç əkdirmə, baxım və s. və o nə olur? Getdikcə həmin kişilərdə də artıq testosteronun enməsini görürük. Normalda isə kişi özünə baxım eləməz. Yəni saçı, qaşı, bilməm nə, bunlara baxım etsə belə bunu kimsə görməməlidir. Bu daha çox qadın enerjisidir. Yəni qadın bunu istəyər. Əvvəlki dövrlərimizə baxdığınızda məsələn Məşədi İbad o mənim üçün tam bir enerji obrazıdır, qarnı və s. və ilaxır. Məsələn, bugün six pack dediyimizi insanlarımız səhv anlayıblar. Nə edirlər? Bütün günü protein qəbul edirlər, böyrəklərini sıradan çıxardırlar. Gecənin bir yarısı səhər tezdən fitness studiyalarda işləyirlər və s. və ilaxır ki, yəni gözəl görünsünlər. Və burada artıq enerjidən söhbət gedə bilməz. Bu artıq diqqət cəlb eləmək üçün olan qadın enerjisidir.